İ'nin qiymətlərini nəzərə alacaq. Bu başlanğıc qiymətdir, bu son qiymətdir. Bu da ki, addımdır, düzdürmü? Belə yazsaq daha rahat olar. O zaman demək, i alacaq 2 qiymətini, addım 2 isə 2 vahid artacaq, olacaq 4. Demək, deyək. I bərabərdir 4-də 2 vahid artanda olacaq 6. Demək ki, 3 dəfə dövr etmiş olacaq. İndi sual oluna bilər ki, bəs 6-da 2 vahid artsa olacaq 8. Yox, son dəyəri götürməyəcək. Yəni 8 olsa belə, o qiymət alsa belə, son dəyəri götürməyəcək. Demək, dövrün gövdəsi 3 dəfə icra olunacaq. Amma bu məsələdə bir məqamı demək istəyirəm. Belə də sual ola bilər ki, bəs bizdən dövrün gövdəsi soruşmasaydı, sadəcə printin nəticəsi soruşsaydı, i-nin 2 qiymətində, i-nin 4 qiymətində, i-nin 6 qiymətində 3 dəfə dövrün gövdəsini icra edəcəkdik. Yəni 2 qiymətində k bərabərdir 1 vurulsun 2 olacaqdır. 4 qiymətində, yəni bu oldu 2, k bərabərdir 2 vurulsun 2, 4 olacaqdır. Demək, i-nin 6 qiymətində k bərabərdir 4 vurulsun 2 bərabərdir 8 və forla print eyni istiqamətdə olduğuna görə axırıncı dəyəri 8-i çap edəcəyik. Yox, əgər bu sualı belə də qeyd edim, print dövrün gövdəsində yox, yəni daha doğrusu forla eyni istiqamətdə yox, dövrün gövdəsində olsaydı bu qiymətləri ayrı-ayrı çap edəcəkdi. Yəni qiymətlər olacaqdı 2, 4 və 8. Yəni bu iki varianta da baxdıq ki, belə də qarşımıza imtahanda sual çıxa bilər.